Cavanlar, Allah kəlmələrinə qulaq asın. Allah kəlmələrinə qulaq asın. Əhl-i Beyt marifinə qulaq asın. Özünüzə vaxt ayırın. Özünüzə ürəyiniz ağrısın. Qurban olaram sizə, mən belə danışdım biraz. Özümə də deyirəm. Usikum və nəfsi. Mən özümü çəkib kənara. Nəvsbillah, mən bu cürə danışmıram. Özüm də əyləşmişəm xutbədə. Sizin kimi qulaq asıram xutbələrə. Yaxşı. Mən özüm də qulaq asıram sizə. Usikum və nəfsi. Özümə də deyirəm sizə. Özünüzə gün ağlayın, buyururlar. Əmirül-Möminin deyib, bəzi insan niyə bu günlərə qalıb bilsin, niyə? Niyə bu bəlaların içindədir, günahların içindədir, çıxa bilmir? Deyir, ləm yəstəzi'u bi əzvail hikmə. Çünki qulaq asmadılar o pak maariflərə, gözəl kəlmələrə, Əhl-i Beytin sözlərinə qulaq asmadılar, o gün bu günlərə düşdülər.